Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürləri 8 dekabrdan 15 dekabra doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar zamanınızı çox səmərəli şəkildə idarəni aktivləşdirəcəksiniz. Yəni hansı istiqamətə doğru getmək istəyirsinizsə, nə etmək istəyirsinizsə, öz ruhsal azadlığınız, öz düşüncələriniz, özünüzü qabağa çəkmək tam aktiv dövriyyədə olacaq. Düzdür, burada bəzi nüanslarda əl-qolu bağlı vəziyyətdə körlaşmış nüanslarınız olacaq ki, gec analiz eləyəcəksiniz, özünüzü gec dərk etməyə başlayacaqsınız, amma öz maddisal dəyəriniz, özünüzü belə deyim də güvən formasına yenilənməyinizi tam bacaracağınız bir nüansda olacaqsınız. Balıqlar şübhələr çox olacaq, insanların dediklərini güvənsiz formada qəbul edəcəksiniz və öz istədiyiniz formada da aktivləşdirməni tam belə deyim də normal formada aparacaqsınız. Sadəcə olaraq məni narahat edən məqamlardan biri odur ki, əlinizdə olan pul maddiyyatın boşuna israfını daha da sürətləndirmişsiniz. Bunun qabağını almalısınız. Ümumi pis həftə deyil, azadlığınız olacaq, idarəniz olacaq, pul maddiyyatın şöhrətini özünüzə doğru bərpa edəcəksiniz. Sadəcə şəxsiyyətlə nə qədər daşlar tam yerinə otura bilməyəcək. Sizi daim nəsə narahat edəcək. Ailənlə, övladınızla əlaqədar balıqlar. Beyninizin, məntiqinizi çox ailəyə istifadə etmək lazım deyil. Çünki maddisal sferanı boşluqda qoyursunuz. Ümumi dəyərləndirsə 74%-ə qədər həftəvizi balıqlar idarə edə bilərsiniz. Problem bu həftə xərçənglərdə olacaq. Xərçənglər olduqları mühitlə, olduqları yerinə əlaqədar olaraq nə yerdə olacaqsınız, nə göydə olacaqsınız. Və narazıçılığınız o qədər sürətli bir şəkildə olacaq ki, zamanın dəngəsizliyində qalacaqsınız. Havada elə bir asılı vəziyyətdə olmağınızı gücləndirəcəksiniz. Nələrinsə vasitəçiliyi, nələrinsə köməyi nəticəsində maddisal qüvvənizi bərpa edəcəksiniz. Dostlar ola bilər, iş mühitiniz ola bilər, özünüz ola bilər. Aktivləşdirmiş bir vəziyyətdə olacaqsınız zamana doğru. Dost düşmən kimdir? Bu həftə xərçənglər bunu tam bacara biləcəksiniz. Amma boşluqlarınız çoxdur. Bu həftənin valih edici bir həftə olduğunu özünüzdə hiss edə bilməyəcəksiniz. Sanki bədənimizin yorğunluğu olacaq, daha çox yatmaq, daha çox tənbəl bir vəziyyətdə qalmaq istəyəcəksiniz xərçənglər. Çünki qərarsızlığınız zaman çərçivəsinə doğru boşluqlarınız normadan çox olacaq. Amma buna baxmayaraq belə qəribə elə bir vəziyyət olacaq ki, sanki keçmişdən gələcəyə doğru belə deyim də, alacağınız xəbərlər şəxsiyyətlə əlaqədar keçmişdən gələcəyə doğru gələn insanlar sizi qadın olaraq, kişi olaraq dəyərləndirməsi, axı siz emosionalsız, diqqəti çox sevirsiniz. Sizin biraz ruhsal enerjinizi gücləndirməyə bacaracaq. Ümumiyyətlə boş həftə 64%-ə qədər uğurlu edə bilərsiniz. Əqrəblərə gələndə isə əqrəblər bu həftənin ən sinirli insanlar. Zaten siz təbiətcə çox sinirlisiniz. Bu həftənin ən sinirli insanlarından biri də sizsiniz. Səbirsizlik edib dövlətlə, rəsmiyyətlə əlaqədar problemləriniz alınmayacaq, onun stresini yaşayacaqsınız. İşinizdə, mühitinizdə özünüzü gücləndirə bilməyəcəksiniz. Hər şey ümidsizlik olacaq. Həftənin sonlarına doğru alacağınız xəbər sizi sevindirə bilər. Həftənin sonlarına doğru elə bir xəbər alacaqsınız ki, tam belə deyim də özünüzü güvəninizi artıracaq. Tam belə deyim sizin yarımçıq vəziyyətdən çıxmağınızı gücləndirə bilər. Zaman çərçivəsinə doğru sosiallığınızı çox artırın bu həftə. Bacardığınız qədər mən düzəm, mən haqlıyam, bunların qabağını almağa çalışın. Çünki həm sinirsel olaraq, həm də bədənin sümüksel problemlərini daha çox səbirsizlik formasını aktivləşdirəcəksiniz və başınızın arxasından onurğavıza doğru bəzi nöqtələrdə biraz belə deyim də bloklanmalar olacaq. Maddisalınız böyük deyil. Şəxsiyyətiniz sinirsel olaraq çox aktivsiz, əsəbisiz, hər şey sizi qıcıqlandıracaq. Hər şey qarşı ümidsizliyiniz olacaq. Daha da getdikcə işlərinizin alınmadığı, əqrəblərin daha da ümidlərini zəiflədəcək. Amma neqativə köklənmək lazım deyil. Bərpa edə bilərsiniz hər şeyi. Sadəcə bu həftə o deyil də. Yəni bu həftə nə uğurludur, nə uğursuzdur. Belə deyim də 68%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz. Çünki əsəbiyyətiniz normadan çoxdur. Nələrsə görməyinizin aqressiya qabağını almış bir vəziyyətdədir.